adamlar var ki, namaz qılmağa vaxtım yoxdur. Ruzigarın ən gülməli lətifəsidir bu. Ən gülməli. İnsan başa düşsə bu ilə nə deyir? Mələklər yəqin ki, gülür. Deyir, vaxtım yoxdur namaz qılmağa. Bir adam ki, onun üçün yaradıblar, nəfəs alır, var olub onun üçün, ona vaxtı yoxdur, hər şeyə vaxtı var. Başqa şeylərə vaxt tapır. Başqa şeyləri eləyə bilir. İmam Səccad əleyhissalam deyir ki, mənim hər işim məntiqi budur sözünün, sənin üçündür, düzdür. Amma xüsusi vaxtlar var axı, gəlirəm, canamazımı sərirəm, sənlə birbaşa kontaktda oluram. Elə bir qəbuluva gəlmişəm. Mənə fürsət ver, tez-tez gəlim. Gün ərzində tez-tez o fürsəti əldə eləyə bilim. Və bundan insan zövq alır. Qədr gecəsi ildə bir dəfə fürsətdir də, niyə Coşan Kəbir oxuyuruq? Coşan Kəbir budur ki, mən hər adımdan bir ləzzət alıram. Hər adımdan bir zövq alıram. Limə xaləqtəni ləh. Mən bunun üçün yaranmışam. Mənim ruhum yapışıb, bitişib sənə. Sən mənə elə sistem, mənim yaradılışımın sistemi elədir ki, elə tərtib eləmişsən ki, mən səndən nəfəs alıram, ey mənim nəfəsim. Allah insanın nəfəsidir, kislorodudur, nə deyim, onunla, oksigendir, onunla nəfəs alır. Həqiqətən ruhun bu dərəcədə sıx bağlılığı var. Bu bir ruhani söhbəti deyil. Bu, insan haqda insan danışsa, insanı düzgün tapsa, kəşf eləsə, görər ki, insan bununla nəfəs alır. Aşəqəl ibadə fəanəqəha. Möminləri belə tərif edir. Aşəqə bilirsiniz nədir? Eşqdir. Deyir, ibadəti sevir və onu ağuşuna alır. Burada neçə dənə belə adam var? Sizin xoş halınıza ki, dinləyicisiz. Vay mənim halıma ki, danışıram mən. Mən sonra gedib nə qədər əziyyət çəkirəm, onu bir Allah bilir. Bir Allah bilir ki, burada danışmaq nə böyük məsuliyyətdir, nə böyük ağır bir yükdür. Ki, danışasan, danışdığından əsər əlaməti olmasın. Bu ki, mömin haqda deyir, əşəqəl ibadə, ibadətə aşiqdir. Eşq sözü bilirsiniz nədir ərəb dilində? Əşəqə, yəni bir şeyə insan ilişir, əl çəkmir. Bir şeyə yapışır, əl çəkmir, deyir, ibadətə belə bağlıdır. İmam Səccad əleyhissalam danışır, deyir, məni, həyatımı elə tənzimlə ki, sənə vaxt ayırmağa xüsusi çox vaxtım olsun. Çünki mən bəzən gedirəm, bəzi yerlərə ruzu da alacaq, ruzum orada deyil, vaxtımı itirirəm. Bəzi işlər var ki, həll yolu belə deyil, mən vaxt itirirəm. Deyir, elə tənzimlə ki, tez həll olsun bu haşiyə məsələlər ki, əsas işimlə məşğul olmağa vaxtım çox olsun. Hərçənd ki, bu haşiyə məsələləri də sənin üçün görürəm. Elə o da mənim üçün ibadətdir. Amma mən səndən birbaşa kontaktda olmağa vaxt istəyirəm. Mənə xüsusi vaxt ayır. İşlərimi elə tənzimlə ki, izafi enerji sərf eləməyim, vaxt sərf eləməyim. İşlərimi qaydasına qoy ki, mən asuda vaxtım çox olsun ki, sənə ibadət edə bilim. Allah bəzilərini bilsin, niyə çox məşğul eləyir. Bilir ki, bekar qalanında tüğyan eləyir. Ona görə deyir, başını qatın ki, işlə. Qoy bu ayılmasın. Başını nəyinəsə qarışdırın. Tüğyan eləməsin. Bəziləri isə boş vaxtı gəzir ki, münacat eləsin. İbadət eləsin. Çünki ruhu onunla dincəlir. Bəlkə də dünyanı elə qarışdırıblar, deyəsiniz ki, ürəyinizdə ilin günün bu vaxtı bunun danışdığı heç irfan yeridir. Dünya cəmaat nəyin dərdindədir, bu nədən danışır, bilmirəm. Bu fikir kiminsə beynindən keçə bilər, düşüncəsindən keçə bilər. Amma bizim məqsədimiz elə insanları yaradılış məqsədinə qaytarmaqdır. Əlbəttə təkcə sözlə yox. Təkcə sözlə yox. Bir sıra vasitələrlə. İnsanın ruhunu belə yaradıblar. Mən neyniyim ki, bu ruh bircə o yerdə dincəlir ki, yaradıcısı ilə kontaktda olur. Sən mənim sözümü qəbul eləmə, get başqa yerdə axtar, əldə eləməyəcəksən. Daim stres vəziyyətində olacaqsan, sıxıntı vəziyyətində olacaqsan, narahat olacaqsan. Övliyaların hamısına baxın, ibadətdən niyə belə ləzzət alıblar?
doymayıblar. Həzrət Zəhra doğrudan da rükunun, səcdəsinin zikrini o qədər təkrar elirdi ki, göyün hicablarını Allah çəkirdi. Deyirdi, baxın, görün bu nə haldır, bəşər hara gedib çata bilir. Bu bizə aid deyilmi? Yəni biz deyək ki, 21-ci əsrdə bu söhbətlər köhnəlibmi? Yox, bu insan varsa bu mövzular aktualdır. İnsan varsa bu mövzular aktualdır. İmam Sadiq əleyhissalam deyir ki, namazda ayəni o qədər təkrar elədim, elə bildim ki, mənə nazil olur indi. Bunların hamısı insan ruhunun ehtiyacıdır. Şeyx Ənsari deyir ki, susuzluqdan yanırdım, gəlmişdim, evə çatmışdım, deyir. Dedim, su gətirin, yanıram Nəzəfin istisində, soyuducunun, kondisionerin çox olmadığı bir vaxtda. Dedilər, dedim, suyu gətirincə namaz qılın. Deyir, namaza başladım, o qədər ləzzət aldım ki, gördüm ki, susuzluğum yaddan çıxır. Bir də gördüm ki, 1 saatlı ibadətdir. Ayətullah Məliki Təbrizi, məsələn, deyir, azan vaxtı qunutu tuturdu, sübh azanında. Namaz bitirdi, qunutu bitirdi, qəzaya 5 dəqiqə qalmış. Mən bunları niyə danışıram? Bunları ona görə danışmıram, siz çətinə salın. Onsuz da onu eləyən deyilsiniz siz. Mən sizi tanıyıram, siz də məni tanıyırsınız. Bir-birimizi yaxşı tanıyır. Mən deməklə gedib onu eləsə, heç eləmək lazım da deyil, başımız gizəllənər. Biz öyrəşmişik, biz onu hazır tutumumuz yoxdur ona. Mənim sözüm budur ki, demirəm, insan işini açsın, ibadət eləsin. Yəni, məni tanıyırsınız da, mən bu şeylərə sizi dəvət eləmərəm axı. Məntiqsizdir axı insan. Mənim sözüm budur ki, insan belə olmalıdır. Ən azından ehtiyacı, ruhunun ehtiyacı bunadır. Eləyə bilmir, vəzifələri var həyatda, ailə var, uşaq var, iş var, güc var, bunların hamısı. Amma fikri nəyin yanındadır? Ruhu hara tərəf pərvaz eləyirdi, fürsət olsun eləyim. Bu şövqü yaratmaqdan söhbət gedir ki, bu şövqü mənim danışığımla yox, bu şövqü bizim ruhumuzun quruluşu bizdə yaratmalıdır. Bəziləri deyir, hə, bu namaz da lazımdır, filan şey də lazımdır, bu da lazımdır, o da lazımdır, yox. İnsana bir şey lazımdır, o da Allahdır və bütün işləri ona xidmət eləməlidir. Qırıq-qırıq yox, bu dünya işlərimdir, yox, namaz da lazımdır, 15 dəqiqə gündə vaxtımı namaza sərf edeyim. Bu deyil insanın yaradılışının məqsədi. İnnəl insana ləyyətğa ən rəahu stəğna. Həqiqətən insan tüğyan edir, özünü ehtiyacsız gördüyü zaman. İnsana bu dünya düzəni ehtiyacsızlıq aşılayır. Humanizmin əsas problemlərindən biri insanı Tanrı səviyyəsinə qaldırmasıdır. İnsan Tanrı deyil, Tanrı ola bilməz. İnsan ehtiyaclıdır və xoşbəxtliyi onun ehtiyaclı olmasındadır. Dünyanı amma bu humanist düşüncə elə bir düzənə salır ki, elə bir nizama salır ki, əsas iş kölgədə qalsın. İnsan, bəli, insan dəyərlidir, amma ehtiyaclı olduğu və ehtiyacını yaradıcıda təmin etdiyi üçün dəyərlidir. Dəyərinin meyarı budur, ölçüsü budur. İnsan yaranıb ki, başqa aləmdə var olsun, dünyada olurlar. Sözümü bitirirəm. İnşallah 10 dəqiqə, yəqin ki, sözümü bitirirəm. Sual yarana bilər, bu necə ola bilər, insan ibadətdən ləzzət alsın? Burada hər səviyyənin adamı var. Mən ən sadə misallar deyim ki, hər səviyyənin insanı, yəni yaş səviyyəsinin insanı bunu başa düşsün. Nişanlı yaşları olur oğlanla qızın, nişanlı vaxtları. İndi də bilmirəm, o şeylər qalıb, yoxsa qalıb. Əvvəl telefonla danışardılar, indi mesaj yazırlar da, yəqin. Saatla görürsən ki, danışırdılar bir-biri ilə. O vaxtlar telefonunda asılıb qalırdılar. Söz qutarırdı, gecə vaxtıdır, yatmır, danışır. Zövq alır da, eşq buna bax. Söz qutarıb, ora fırladır, bura fırladır. Bilmir də, axır nəsə bəhanə edir ki, danışsın. Deyirlər, ay bala, gəl çörək yiyik, gəl çay iç. İstəmir, nə çörək istəyir, nə çay istəyir. Dünyanın eşqi bunu insanla eləyə bilirsə, niyə qeyri-real sayırsınız ki, yaradanın eşqi bunu eləsin, eləyə bilməsin, bacarmasın. Mən desəm ki, insan bunun üçün yaranıb, yanlış demirəm. İnsan bax, bununla eşq eləməyə, bununla ləzzət almağa, zövq almağa yaranıb. Bunun üçün yaranıb. Həmin o nişanlı oğlan da məcburdur axı işə getsin. İşə gedir, amma fikri yenə onun yanındadır. Elədir. Bu, mən real həyatdan sizə misal deyirəm.
Ülvi də məhəbbətdir, bu pis bir şey deyil, ifrata gedib çıxması. Heç olmasa bunu qoruyub saxlaya bilsək, yenə də yaxşıdır. Fikir onun yanındadır. Boş vaxt olan kimi yenə götürür, yazır. Bu halda Allahla insanın münacat halı, münacat yox, adi halı. Bu halda olmalı. İmam Səccad bunu deyir. 1 saat Kumeyl duası oxuyur Həzrət Əli əleyhissalam. 1 saat. Saat yarım da bəzən çəkər də uzun, yavaş-yavaş oxusan. 1 saat çəkər. Deyək məsələn 40 dəqiqə yaxşı. Əvvəlində deyir, ya səri'ar rıza, ey tez barışan, tez razı olan. Sual verirəm, ya Əmir əl-Möminin tez barışandırsa, elə əstəğfirullah dedim, barışdıda da 1 saat danışmağa nə ehtiyac? Biz olsaq deyə bağışladı, hə, getdim. Bizimki budur da, bağışlasın sən Allah, ondan mənə xəta gəlməsin. Sən Allah, cəhənnəmə zədə aparmasın. Gedim işimlə məşğul olum, işlərim var mənim. İşlərim var, qoy mən bunu bağışlatdırım, gedim. Həzrət Əli deyir, ya səri'ər rıza. Bilir ki, münacatın əvvəlində bağışlayır. Bəs 1 saat nə danışırsan? Həmin o nişanını adamların söhbəti kimi. Ora aparır sözü, bura aparır sözü. Zövq alır da, sözü dəyişir. Söz bəhanədir. Söz bəhanədir ki, münacat eləsin. Bu, ehtiyacıdır insanın, ruhunun ehtiyacıdır. Sonra da necə gedir? Məcbur olur da bu münacatı kəssin. Necə oğlanla qız da işə getməliyəm də dahi. Amma fikir oradadır. Söndürür, gedir, yatır. Səhər durur, yenə onun fikri ilə işə gedir. Amma fikir oradadır. Əl-Əlisanlı belə yaşayıb həyatını. Münacatı bir yerdə bitirməlidir. Könülsüz bitirir, gedir, yatır. Səhər durur, yenə münacat. Yenə gedir, işə, yenə fikir oradadır. Bax, Allah insandan bunu yaratmaq istəyir. Belə bir şey yaratmaq istəyir. Ona görə yox ki, bu Allah belə istəyir. Eyni zamanda insan belə yaranıb ki, bununla zövq ala bilir. Başqa heç nə insanı qane eləyə bilmir. Pullu imkanlı burada insanlar varsa ki, var. Onlar təsdiq edirlər, get dünyanın hər yerin gəz, dincəl, istirahət elə. Bəli, bunlar lazımdır, müəyyən. Amma görürsən ki, istədiyim bu deyil də. İndi mən dedim, demədim. İstədiyim bu deyil. O lazım olan komfortu, lazım olan aramlığı sənə verə bilmir. Dünya deyir, ay balam, məndən əl çək, mənim gücüm bu qədərdir. Biz əl çəkmirik. Allah da deyir, razitum bil hayatid dünya. Buna mı razı oldunuz ki, bu sizi qane etmir? Yox, əl çəkmirik. Peyğəmbərlər gəlir, deyir, mən sənin üçün deyirəm, sən istədiyin keyfi əldə edə bilməyəcəksən. Sən əylənə də bilərsən, dincələ də bilərsən, cisminin ehtiyac. Amma bil ki, fikrin başqa yerdə olsun. Fikrim, bax, həmin o yaradılışın məqsədində olsun.